BAC bucağını, yəni bu daxili bucaqdır. Verib x üstə gəlinsin 20 və mərkəzi bucağı da verib x üstə gəlinsin 50. BO-nu 12 verib. BO radiusdur. Bura 12-dirsə, deməli OC də 12-dir. 12. Yazıram BO bərabərdir OC-yə, o da bərabərdir radiusu, o da bərabərdir 12 cm. İndi biz bilirik ki, bu daxili bucaqdır, burası isə mərkəzi bucaqdır. Daxili bucaq mərkəzi bucağın, daxili bucağın 2 misli mərkəzi bucağa bərabərdir. Yəni mən x üstə gəl 20-ni 2-yə vurub, bərabər eləm x üstə gəlinsin 50-yə. Buradan x-i tapaq. 2x üstə gəlinsin 40, bərabərdir x üstə gəl 50. X də bərabərdir 10. Deməli, x-imiz 10 dərəcə oldu. İndi biz mərkəzi bucağı tapmalıyıq. Mərkəzi bucağı tapmaq üçün də bucaq BOC bərabərdir 10, üstə gəlinsin 50, bərabərdir 60 dərəcə. Mərkəzi bucağımız 60 dərəcədir. Bizdə qövsün uzunluğunu istəyir. El qövs düsturumuz vardı. El qövs bərabərdir. Pi, R, alfa bölünsün 180 dərəcə. Burada radiusu verib bizə, baxın, 12. Alfamız mərkəzi bucaq olmalıdır mütləq. Baxın, mərkəzi bucaqda tapdıq 60 dərəcə. Yerinə qoyub yazıq. Pi, radiusumuz 12, 60 dərəcə mərkəzi bucağımız bölü 180. 180 ilə 60 ixtisar gedir 3, yuxarıda 1 və 3 ilə də 12 ixtisar gedir 4. Bərabər 4 pi. Deməli, qövsün uzunluğu B, M, C qövsünün uzunluğu L qövs. Bərabərdir 4 pi olacaq.